Bəzən şirkətlər data ilə işləsələr də nəticə gözlənilən kimi olmur. Sizcə bunun səbəbi nədir? Çox gözəl sualdır. Ən çox rastlaşdığımız 3 səhv var. Birincisi, datanı toplamaq, amma istifadə etməmək. Yəni, bəzən olur ki, data sadəcə hesabat üçün toplanır və qərar vermədə istifadə olunmur. İkinci səhv isə keyfiyyətsiz və dağınıq məlumatlarla işləmək problemi. Əgər data düzgün formatda deyilsə və ya tam deyilsə, yenilənmirsə, o zaman nəticədə də həmişə səhvlər ola bilər. Bəzən daha çox datanın daha yaxşı olduğunu deyirlər, ancaq bu da müəyyən mənada problem yarada bilərmi? Əlbəttə, baxın elə bu məhz üçüncü səhvdir. Çox data, amma heç bir məqsəd olmadan yığılmış data. Yəni bu şirkətləri hər şeyi ölçür, amma nəyə görə ölçdüyünü bilmirlər. Strategiya olmadan toplanan data sadəcə bir yükə çevrilir. Bəs siz analitiks olaraq problemləri necə həll edirsiniz? Biz həmişə müştərilərə deyirik ki, data əvvəlcə strategiya tələb edir. Yəni, əvvəlcə hədəf müəyyənləşdirilməlidir. Ondan sonra ona uyğun data toplanmalıdır. Əgər analizlər sadə və vizual şəkildə təqdim olunursa, hər kəs rahat anlayıb istifadə edə bilər. Yəni əsas odur ki, data düşünülmüş şəkildə istifadə olunsun. Doğru qeyd edirsiniz. Data öz-özlüyündə heç bir dəyəri yoxdur. Amma əgər topladığınız və təhlil etdiyiniz data sizin axtardığınız suallara cavab verirsə, bax bunda artıq siz datanın əhəmiyyətini rahat şəkildə görə bilərsiniz.